Salamlar, vaxtınız xeyir olsun, əziz futbol sevərlər. FA Cup turnirindən hər birinizi xoş gördük. Artıq ikinci tur qarşılaşmalarındayıq və günün ilk qarşıdurmasında Kreativ və Gesson komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzuluyuruq. Bol qollaq, ədalətli, gözəl bir maç dilirik hər iki komandaya da. Sizləri indi komandaların heyətləri ilə tanış edim. İlk öncə Kreativ komandasının heyətləri belədir. Qapıda Azad, İsmət, Turan, Gülməmməd, Emin, Kapitan Orxan, Hüseyin, Abdullah və Naib. Gesson komandasının heyətləri belədir. Qapıda İlkin, 1 nömrə 10, Rüstəm 7, Əli Nəsiri 13, Ümid 17, 59, Əkbər 8, Samir 15, Sahil 6, Müştaba və 11, Mürtəza. Yenidən iki komandaya uğurlar arzuluyuruq. Layiq olan qazansın deyirik. Gesson komandası out yeni yetirmişdi ama blok geldi. Out yeniden. Gesson komandası out'tan topu oyuna daxil etdi. Əkbər topladı indi. Əkbər sağdan irəliməyə çalışır. Ayaq saxladı. Mərkəzə ötürmə etdi. 9 zərbə gələcək indi. Ötürmə düşünürdü ama blok geldi. Out. Out yenitirdi, qarşılandı müdafiədə, yenidən out sağ cinatdan. Meydanı rəqib adı olan səsindən Gesson komandası out yerini yetirəcək. Uzaqlaşdı. Bilməsi dəqiq alamadı indi, əksuna çıxması aşağı Kreativ komandası. Sürmə gəldi. Zərbə gəlmir, top qalkiperdə qaldı. Bu hücumdan əli boş qayıtdı. Kreativ komandası. Murtaza sol cinatdadır. Murtaza qapı doğru zərbə indirir. Qalkiper dəf etdi bu zərbə. Təkrar zərbə. Yenə də qalkiper və korner. Korner yerini yetirəcək Gesson komandası. Qapı qarşısına sürmə gəlib. Top uzaqlaşdırıldı. Top yenidən Gesson komandasındadır. Uzaq məsafədən zərbə. Top qapının üzərindən meydanı tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil edildi Kreativ komandasında. Abdullah topladı. Abdullah yaxşı keçdi bir rəqibini indi. Zərbəni desəməyib, blok gəldi. Blok gəldi bu zərbəyə. Təkrar zərbə. Top müdafiəsə deyərək meydanı tərk edir. Korner. Korner yerini yetirəcək Kreativ komandası. Qapı qarşısına oturma gəldi. Zərbə də gəldi amma top çərçivəyə düşmür. Qapıdan zərbə ilə də top dərhal oyuna daxil edildi. Əkbər topalı, sürətlə eləməyə çalışır Əkbər. Amma top tikisi gəlir Əkbərdən. Abdullah Turanla oynadı. Ötürmə dəqiq alınmır. Top yenə də Gesson komandası uzaq məsafədən zərbə gəlir. Qapçı ilk əmə topa sahib ola bilmədi amma komanda qapısını toxulma saxlamağı bacardı bu epizodda. Abdullah topladı indi. Top Əkbərdə qaldı. Əkbər irəliyi bilmədi, out. Out Kreativ komandasının da. Out da dərhal yerini yetirildi. Sol cinatdadılar hazırda. Sol cinatdırmə kesmədi, out. Kapitan Naib indi. Outdan top oyuna daxil etdi. Emin ötürməsi kesmədi. Abdullah Əkbər topladı hazırda. Sağ zat Əkbər. Uzaq məsafədən zərbə düşündü qapıya amma qapıdan aralı keçir. Qapıdan zərbəyə topuna daxil edildi amma yenidən qazanır topu Gesson. Qapı doğru zərbə gəldi. Blok gəldi bu zərbəyə. Bitirməsi amma dəqiq alınmadı. Top tikisi gəldi qapıdan zərbə ilə. Top oyuna daxil ediləcək. Emil. Tümən səhvə yol verilir. Murtaza topladı. Qapı qarşısına ötürmə düşündü top. Qalkiperdə qaldı. Azad topa sahib olmağı bacardı. Naib topladı indi. Kapitan Naib. Ağzında top özündədir. Əkbər var qarşısında. Ötürmə etdi sağ ağzına. Abdullah. Mərkəzə Abdullah. Sol zan ötürməsini etdi. Turan qarşısı kəsilir. Əli kəsdi qarşısını. Əli Nəsiri imkan vermədi rəqibinin irəliləməsinə. Korner. Turan indi korner yerini yetirir.
Top çıxısı gələrək Suma çalışır Gerson komandası. İrələnmək mümkün olmadı. Mustafa tərəfindən outda. Artıq yerinə yetirilib. Yerə götürməyə qarşılandı. Emil out yeni yetirdi. Abdullah oynadı ama ilerleme mümkün olmuyor. Top yeniden Gerson komandasında da Əşbər yerdə qaldı. Hakim devam deyir. Soldan ötürmə. Yeniden out. Soldan atdan indi. Gerson komandasında Ümit out'u yeni yetirdi. Murtaza zərbə indirir. Goalkeeper qapısına diqqətlidir. Out. Out'da dərhal yeni yetirildi. Murtaza sürməsi kesmədi. Abdullah qalar top indi. Abdullah komandası yeni hücuma çıxarmağa çalışır. Soldan ötürmə. Əli kəsdiyini bu ötürmənin qarşısına. Əli Nəsiri out'da yeni yetirildi Kreativ komandasında. İndi bu dəfə sağdan atan. Out'u yeni yetirir Emil. Sürmə Əşbər girdi araya. İndi əkismə sıxır. Murtaza ayaq saxladı. Qapı 9 zərbə indirdi amma bu zərbə dəqiq alınmır. Buradan zərbə ilə top oyuna daxil edilir. İlkin topladı. Uzun məsafədən zərbə indirdi. İlkinin bu zərbəsi çərçivənin üzərindən aralı keçdi. Buradan zərbə artıq yerinə yetirilib. Murtaza sürməsini etdi. Murtaza'ya düzsə indi Murtaza topladı. Soldan atılmə. İndi dənəməsi daxil olmağa çalışır amma imkan vermədi. Naib imkan vermir kapitan. Out'da yeni yetirildi Murtaza tərəfindən. Niye sığmırsa? Anına sığmır. Out yeni yetirilib artıq. Kreativ komandasının hücuma çıxmağa çalışır. Qarşılandı müdafiədə. Əli Nəsiri imkan vermədi. Ara ötürməsi top qapısının nəzarətində meydanı tərk edir. Oyunda artıq 8 dəqiqəyə yaxın hissəni gerdə qoymuşuq. Qolsuz bərabərlik davam edir maçda. Bu zərbəyə blok gəldi. Mustafa'nın bu zərbəsinə. Out sağdan atan meydana rəqibə aid olan səsindən out. Yerinə yetirilir. Yenidən out. Bu zərbəyə Nəsiridən blok gəlir. Top Gerson komandasına qalır. Əşbər Naibə qarşısına keçdi. Onun zərbəsini indirdi. Goalkeeper və korner. Korner yerinə yetirəcək Gerson komandası. Təhlükəli gəlmişdi Gerson komandası. Amma goalkeeper Azad imkan vermir komandasına. Qoldan xilas edir. Azad, oranı düzəltəmiş. Azad indi qapıdan zərbə ilə top oyuna daxil edir. Yanında Emil oynadı. Emil Naib kapitan. Qarşısında Əşbər var. Əşbər topunu alır. Zərbə indirir amma son anda Naib öz səhvini özü sığortaladı kapitan və korner. Yenidən korner yerinə yetirilməlidir hakim. Əşbər qapı qarşısına ötürməli. Boşda zərbə. Son anda Azad imkan vermir. Yenə də komandasını qoldan xilas edir. Murtaza'nın baş zərbəsini dəf eləməyi bacardı goalkeeper. Murtaza topa dözündədir. İndi top içi gəldi amma yox, qayda pozulub. Hakim ipti səsləndi. Mustafa indi cərimə zərbəsini yerinə yetirəcək. Mustafa birbaşa qapı zərbə düşünür amma top qapının üzərindən meydanı tərk etdi. Bu zərbə dəqiq alınmır. Qapıdan zərbə ilə də top oyuna daxil edildi. Emil komandasına hücuma çıxarmağa çalışır. Ekin sağdan ötürmə yaxşı alınmışdı amma top komanda yol başına çatmadı. Out yeni yetirildi Gerson komandasında Əşbər. Şimdi mübarizə var. Yenidən out.
Əşbər daha 30 dərhal yetirdi. Emil qarşıladı müdafiədə. Əl-Nəsirdə qal top. Əli-Nəsiri baxar zərbəsini indirdi. Blok gəldi ilkindən. Korner. Bu dəfə sağ zınaqdan. Gesson komandası korner yerinə yetirir. Əşbər topu devam edə bilmədi top. Başının üzərindən out'a yollandı. Out'a səhvə yol verildi. Top indi yenidən Gesson komandasında da. Əl-Nəsiri topladı. Murtaza sıqamət ötürmə. Topu meydanda saxlayıb bilmir Murtaza. Topu səliqəsiz rağm etmişdi və bu da top itkisinə səbəb oldu. Emil Naib'le oynadı. Naib yenidən Emil. Sağızdan ötürmə etdi paralel. Emil topu saxlayır özündə. Bir rəkibi də keçdi. İndi ötürməsini etdi, amma müdafiədə qarşılanır. Murtaza da qarşı Murtaza. Keçdi rəqibini zərbəsini indirdi, amma az fərqlə top dirəyin dibindən. Meydanı tərk edir. Yenidən qola çox yaxınlaşdı. Gesson komandası. Murtaza komandasını hesablı ilə çıxarmağa çox yaxınlaşdı, amma azda dəqiqi satmadı. Uzun ötürməyi iki istiqamətinə topa meydana saxlamaq mümkün oldu. Top indi. Qalkiperdə qaldı. İlkin kapitan. Topa sahib olmuşdu. Oyunu da yeni hərəkətliyi qazandırdı. İlkin Əşbər. Solcan oynayır. Əli-Nəsiri. Əli irələməyə çalışır. İndi ona qarşı qayda pozuldu. Əli-Nəsiriyə qarşı qayda pozuldu. Akif səsləndi. Murtaza gəlir. Zərbəsini indirdi Murtaza. Top çərçivədən aralı keçdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə də artıq top oyuna daxil edildi. Naib Azad oyun, Azad uzun ötürmə. Top qalkiperə qədər gəlib çatdı. Əl-Nəsiri payda ötürmə düşür, amma ötürmə səhvə yol verir. Qapı doğru zərbə gəlir. Son anda qalkiper müdafiəsinin səhvini soğutlamağı bacardı. Gesson komandasında əks tutmasına çalışır. Əşbər sağ zanaqdadır. İlkin var qarşısında Əşbərin. Sol cana paralel ötürmə edir. Müstəba istiqamətinə. Müstəbanın zərbəsi və gol! Hesab açıldı. Hesab açılır. Müstəba hesab açır. Komandasını bu golla hesabda irəyə çıxarır Müstəba. 1-0. Tarazlıq pozuldu masda. Mərkəzdən indi top oyuna daxil edildi. Kreativ komandasında. Sağ ötürmə Abdullah. İlerləmə mümkün olmadı. Qayda pozuldu. Kreativ komandası təmə dərbəsi yeni yetirir. Pis səsləndi İlkin. Yeri ötürmə Emil'in zərbəsi. Top çərçivədən yan keçdi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Gesson komandasında. İsmət düz sola da, Abdullah sağı sən. Qalkiper top oyuna daxil etdi. Əli-Nəsiri ilə oynayır. Əşbər oynadı, Nəsiri ilə yanında. İsmət zərbəsi indirdi İsmət. Dirəyətdən top meydan uçaya getdi. Təhlükəli zərbə indirmişdi. İsmət qola çox yaxınlaşdı. Bərabərlik qoluna çox yaxınlaşdılar, amma dirək imkan vermir. Buradan zərbə ilə top oyuna daxil edilməyə deyir oyunun başı hakimi. Əli-Nəsiri. Murtaza oynadı. Murtaza. Yenidən Əli ilə oynuyor. Əli-Nəsiri sol cana ötürmə edir. Ümid qapı doğru zərbə indirir. Qalkibi təkrar zərbə. Murtazadan. Top tora daxil olmadı.
Korner indi yeni yetirilir. Əkbər. Zərbə indirdi amma bu zərbəsi. Dəqiq alınmadı. Buradan zərbə ilə dərhal top oyuna daxil edir. Abdullah topladı. Abdullah. Burada qayda pozuldu. Mustafa qaydanı pozdu. Rəqbinə qarşı hakim vərəqəsi ilə yaxınlaşır. Sarı vərəqə göstərdi Mustafa'ya oyundakı təşkil müəllifi. Mustafa sarı vərəqə ilə cəzalanır. Emil İsmet'e var. Bit səsləndi. Emil gəlir zərbəsi indir top. Canlı sətdən qayıtdı. Out. Emil indi out. Yeni yetirir. Bu qarşı ötürmə. Başla zərbə. İstədiyi kimi alınmadı Abdullah'ın. Out. Sağ zanatan indi meydanın özlərinə aid olan hissəsindən. Out yeni yetirir. Son komandası Murtaza topu özünü yaxşı saxladı. Sağ zana. Ötürmə etməyə bacar. Ötürmə gəlmə istiqamətinə. Son anda qalkiper. Vaxtında qapısını tərk etdi. Təhlükənin qarşısını almağı bacarır. Əkbər. Əkbər keçək zərbəsini indirmə gol! Bir anda iki rəqibini girdi qoydu Əkbər. Dəqiq zərbə ilə də topu uzaq altılığa göndərir. 2-0. Son komandası hesab fərqini 2 topa çatdırdı artıq ilk hissədə. İsmət topladı indi. İsmət. Ümid var qarşısında. Ayıb sağ ağzına ötürmə. Top meydanda qalmadı. Out. Ötürmə müdafiədə Emil qarşıladı. Ötürmə keçmədi. Amma out. Kreativ komandasının da. Bir qədər irəlidən sağ ağzına indi. Orxan out'u yeni yetirir. Kapitan istiqamətə ötürməyə Naib topladı. Naib. Top tikisi gəldi amma yerdən qazanır topu Naib. Və qapıdan zərbə olacaq. Top da Naibdən meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Əli Nəsiri sağına atıb solundan keçdi rəqibin Əli Nəsiri. İndi ayaq saxlayır. Əkbər oynadı. Əkbər topu yaxşı aldı önünə. Müdafiədən yaxşı çıxar topu gəlsə qalqa. Pedol qıva zərbə gol! Mustafa! Mustafa hesabı 3-0 edir. Dubl edir bu golla Mustafa. Özünün ikinci komandasının 3-cü qoluna imza atır. Qüvvətli və dəqiq zərbə ilə hesab fərqini bir qədər də artırır. Son komandası. Təzyiq var ilərdə. Top il meydana tərk etdi. Hakim korner. Korneri göstərir. Bəli, korner. Yeni yetirəcək son komandası. Korner yeni yetirdi. Əkbər. Tək sağın zərbəsini indirdi. Yaxın güncü düşünmüşdü amma bu zərbəsi qapının yanına meydana tərk etdi. Abdullah. İrəlimək mümkün olmadı. Mustafa kəsdi qarşısını. Topu komandasına qazandırıb. Nəsiri sol zatla irəliməyə çalışır. Ayaq saxladı. Out. Out indi yeni yetirdi. Hərəkətli. Out yeni yetirdiyi üçün. Out'u kreativ komandası yeni yetirdi. Təzyiq var ümiddən top qapısı alana qədər. Gəlib satdazaq da dərhal Naiblə oynayır. Naib yaxşı keçdi bir rəqibini. Ümid gəldi qarşısına. Topu ədə özündədir. Ümid də gerdə qoymağı bacarır. Solca ötürməsi deyildi. Turan istiqamətinə zərbə indirmək mümkün olmadı. Müdafiəçilər imkan vermədi. Altını yeni yetirdi. Turan topu rəqibindən yaxşı qorudu. Ötürməsi amma dəqiq alınmır. Top elə də kreativ komandasında da qazanır topu Orxan.
Abdullah oynayır. Abdullah bəs topu irəli bıraxdı ayağına ama yenidən top Abdullah'da da. Orxan Turan oynadı. Turan tek sağ zərbəsini indirir. Müdafiəçidə dəyən top meydanı tərk etdi. Korner. Turan geç içeriye. Mustafa birbaşa qapı zərbə düşündü. Qapısının irəlidə olduğunu gördü ama bu zərbəsi Sərsiviyə tuş gəlmədi. Oyunun hələ ki ən yaxşısıdır Mustafa. Təbii ki bu fikrimlə hamı razı olar. Bu dəqiqəyə qədər oyunun ən yaxşısıdır. 2 qol da imza atıb komandasında. İki qolla da yaxda qalıb artıq bu maçda ilk hissədə. Mustafa Murtazel oynadı. Mustafa topu aldı önüne biraz ayağından irəli bıraktı ama topu edin Mustafa'dadır. Mustafa'nın bu zərbəsi dəqiq alınmadı. Qapıcı çıxışda səhvə yol vermişdi. Mustafa bu dəfə rəqibini cəzalandıra bilmədi. İçine qalıb, ikinci zərbə gəlir qapıya. Qapı dirəyi. Qapı dirək qolaman olur. Artıq bu maçda ikinci dəfə dirək məyus edir kreativ komandasını. İkin özü zərbəsini indirir son anda. Qalkiper bu zərbəni dəf eləməyi bacardı, out. Müdafiədən çıxmağa çalışanda Müsəmədə səhv yol verir. Murtaza altıya nesildi, top birbaşa meydana tərk edir. Qapıdan zərbə olacaq. İlkin indi kapitan zərbə ilə topu daxil etdi. Murtaza topu yaxşı rəhm edir. Orxanı kəsə bilmədi. Orxan sağ ağzına ötürmə. Pas verdi Məhəmməd ona çəkdi. Ay Məhəmməd, niyə pas vermiş? Murtaza altdan topu daxil etdi. Komanda yoldaşı Mustafa ilə oynanmışdı yanında. İkin imkan vermədi irəliləmək. Out. Yenidən out yeni yetirir. Son komanda uzun ötürmə müdafiədə qarşılandı. Əli Nəsiri. Out yeni yetirir. Qapı qarşısına ötürmə gəldi top dirəkdən. İndi meydana tərk edir. Out yeni yetirilməlidir. Altdan top dirəyə tuş gəldi amma qapıya da geçsəydi qol qeydə alınmayacaqdı. Bunu da nəzərinizə çatdırım. Mustafa topu qazanır. Yenidən komandasına Mustafa sağ ataları qapı 9 zərbə indirdi. Qüvvətli zərbə. Çərçivədən bir qədər aralı kesir. Naib keçdi rəqibini kapitan. Sağda ötürməsi etdiyi ikinci istiqaməsinə. Soldan ötürmə Turan. Yenidən ilkin, baxır qapıya ilkin, sağda ötürməsi etdi. Gülməmməd zərbəsini indirir. Gülməmməd üzr istəyirəm. 50 oyun təyin etdi hakim. Kreativ komandası 6-cı faal olduğu üçün Gesson komandasının 10 metrlik zərbə təyin olunur. Kreativ komandasının lehinə. Oyundakı iş qollarını vurmaq üçün yaxşı fürsət yaranır kreativ komandasına. Baxa görək bu fürsətdən necə istifadə edəcək. Topun arxasında Emil var.
Fit səslənir. Emil yaxınlaşır topa, zərbəsi indirdi və gol! Hakim mərkəzi göstərir. Hakim mərkəzi göstərdi və bu golla da ilk hissə başa çatdı. İlk hissə Gesson komandasının 3-1 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə hələlik deyirəm. İkinci hissədən təkrardan hər birinizi xoş gördük futbol sevərlər. İlk hissə Gesson komandasının 3-1 üstünlüyü ilə başa çatmışdı. Baxaq görək ikinci hissədə bizi nə cür bir qarşı durma gözü. Hakimin də əfti səsləndi və mərkəzdən Ümid top oyuna daxil edir. Bu rəqibə qaytarırlar ilk hissədə. Kreativ komandasını etdiyi kimi fair play nümayiş etdirdi indi Gesson komandası. İsmət topladı. İsmət ilerləməyə çalışacaqdan Mustafa kəsdi qarşısını. İlk hissənin heç bir şübhə olmadan ən yaxşısı Mustafa idi. 2 golla da komandasına dəstək olub. Ekber sol sıra sürmə Murtaza geçti qapısı zərbəsindir və gol! Murtaza fərqləndi bu dəfə. Qapısını da geridə qoyur. Dəqiq zərbə ilə də topu kreativ komandasının qapısından keçirməyi bacardı. 4-1. İkinci isə başlar başlamaz fərqləməyi bacardı Gesson komandası. Mərkəzən top oyuna daxil edildi kreativ komandasında və ötürmə keçmədi. Qarşılandı müdafiədə. Ekber İlkin var qarşısında. Ekber topu meydana saxlaya bilmir. Out. Out dərhal yeni yetirildi. Turan sol uzaqlarda Turan. Qapı dolu zərbə və gol! Turan qolu. Turanın qolu gəlir. 4-2 oldu hesab bu golla. Vara baxılacaq. Vara baxıldan sonra gol qərarı təsdiqləndi. 4-2 olur hesab bu golla. Turan fərqləndi. Hesab fərqini yenidən 2 topa indirir. Kreativ komandası. Oyundan qopmurlar. Sona qədər mübarizə aparacaq belə görünür. Uzun məsafədən zərbə gəldi Orxan tərəfindən. Bu zərbə qapıdan alı keçdi. Buradan zərbə ilə topuya daxil edir top. İsmətin əlinə dəydi. Cərimə zərbəsi təyin olunur. Mustafa indi cərimə zərbəsini yeni yetirir. Uzun ötürmə qapı qarşısına qalkiper. Çıxdı və yumruqla topu uzaqlaşdırmağı bacardı. Naib sürət eləməyə çalışır. Top qalkiperdə qaldı. Azad. Naib oynadı. Yenidən Azad. Naib top meydana saxlayıb bilmədi. Ekber indi out'u yerini yetirir. Deməsi kesmir top. Öz kalan yoldaşı Ümidə Tuş gəldi. Topa hazırda kreativ komandasında da sağ zon ötürmə İlkin. İlkin top özündə dələdə yetirməsi Mustafa. Rəqibə dəydirək topu. Meydandan çıxartdı. Qapıdan zərbə olacaq. İlkin qapıdan zərbə ilə kapitan. Uzun ötürmə edir. Mustafa istiqamətinə Orxan qarşılayır. Naibdə qalır kapitan. Top Murtazadan. Murtazadan meydana tərk etdi. Bəli. Altı dərhal yeni yetirildi. Turan. Sol uzaqda Turan. Nəsiri var qarşısında oyundakı sol qolu müəllifi Turan zərbəsini. Bu dəfə blok gəlir. Ekber zərbəsini indirir qapısı. Diqqətlidir qapısında Azad. Bu zərbənin qarşısını almağı bacardı. Gesson komandası indi. Sağ zanaqdan meydan rəqibi onsuzla altı yeni yetirdi. Ekber uzun məsafə zərbəsi və gol! Bu da Ekberin növbəsi qolu. Ekber də dubl edir bu golla. O da Mustafa kimi.
İkinci qoluna imza atdı bu maçda. Yenidən hesab fərqi 3 topdur. 5-2. Mərkəzdən bu dəfə kreativ komandası top oyuna daxil etdi. Gül Məhəmməd topladı. Sol zamparla ötürmə edir Emil istiqamətinə. Emil kesə bilmədi Əkbəri. Altı yeni yetirdi. Emil top Əkbərdən meydanı tərk etmişdi. İlkin, Abdullah oynayır. Yenidən İlkin. Oyna İlkin. Top çıxısı gəlir, Gesso komansı əksümə suması aşağı qapsız böldü. Aşırma zərbəsi və gol! Murtaza o da dubul edir. Çox soyuqqanlı şəkildə. Gözəl bir aşırma zərbəsi ilə Azadı məyus edir. 6-2. 6-2 oldu artıq hesab bu qolla. Naib sağ meyil etdi. O meydanda qalmır, out. Mustafa out'u yeni yetirir. Yenidən out bu dəfə sağ cınaqdan. Out'u yeni yetirdi. Əkbər. Mərkəzi meyil etdi Əkbər. Amma Naib topunu almağı bacardı. Naib topu əldə özündə deyin ötürməsi etdi. Abdullah zərbəsiz. Amma bu zərbə dəqiq alınmadı. Əkbər. Çəkdi sağla Əkbər indi. Qapı qarşı ötürmə. Murtaza. Əkbər oynadı. Qapı qarşı ötürmə gəldi. İmkan vermədi qalkiper. Mustafa'dan öncə topa uzaqlaşdırdı. Ötürməsi amma dəqiq alınmır. Əkbər top hələ də özündədir. Naib var, kapitan. Təzyiq göstərir ona. Naib oynadı Naib. Ne kadar şanslı yani. İkili mübarizədir. Var, bir. Nəsiri altı yetirdi. Əli Nəsiri. Güzel. Məhəmməd döndü qapısına. Məhəmməd çıxar bu tərəfə. Bu ötürmə müdafiədə. Əli Nəsiri qarşıladı. Burada topu istədiyi kimi ram edə bilmədi. Bu da yerdə qaldı və qayda pozulub. Rüstəm yerdə qalmışdı bu epizodda və ona qarşı qayda pozuldu. Gesto komandasının 10 nömrəsinə qarşı qayda pozuldu. Mustafa korneri Rüstəm Təmədəbəsi yeni sirtili top. Bir başı qapıyı düşünmüşdü amma bu zərbəsi qeyri dəqiq alındı. Naib ara ötürməsi Rüstəm qarşıladı müdafiədə. Top birbaşa meydanı tərk edir qapıdan zərbə ilə. Top oyuna daxil etdi. Kreativ komandası Emil. Yerləmək mümkün olmur. Top qeynə Gesso komandasına da Ümid istiqamət ötürməyən qalkiper. Topu vaxtında qapısını tərk etdi. Topu uzaqlaşdırmağa bacardı. Sağ cınaqdan indi. Altı yetirdi. Müştəbə zərbəsini döydü. Qüvvət zərbə. Qapının üzərindən meydandan çıxdı. Qapıdan zərbə indi top oyuna daxil etdi. Emil sağca ötürmə Abdullah istiqamətinə Abdullah topu istədiyi kimi ram edə bilmədi. Top meydana da qalmadı. Sol cınaqdan Rüstəm altı yeni yetirir. O da ötürmədə səhvə yol verir qarşılıqlı. Top itikləri var komandalarda. Duvar pasajı Mustafa qapıya zərbə indir amma zərbəsi qeyri dəqiq alındı. İlerləmə mümkün olmadı. Abdullah burada rəqibinə qarşı qaydanı pozdu. Murtaza birbaşa qapı zərbə düşündü. Zərbəsi çərçivədən aralı keçir.
Zərbə artıq topu oyuna daxil edilib Emil. Emil zərbəsini indirir topu müdafiəsiyə dəydi və meydanı tərk edir qapının üzərindən korner. Abdullah qapı qarşısına ötürməli top qapıya paralel şəkildə alta yollandı. Murtaza Əli Nəsiri oynayası sol üstünə ötürmə, amma orada heç bir komanda yolaşı yoxdur. Ünvansız ötürmə alındı. Altı artıq yeni yetirilib Turan. Zərbəsi indirir, gol! Yenə Turan və yenə gol. Komandasını ayaqda tutur bu qollarıyla. Falsolu şəkildə topu Elki vurdu sanki rəqibin qapısına. Sağda və gözəl şəkildə topu Tora qovuşturdu. 6-3 etdi hesabı bu qolla. 3. Fərq artıq 3 topdur. Qapısı azadda qaldır. Topu sahib olma bazardı. Abdullah. Out yönetilir Turan. Abdullah oynadı. Abdullah qarşısını kəsdi Əli Nəsiri. Yox, sahib düz istəyirəm. Qapı zərbə gəldi, bu zərbə qapının üzərindən meydanı tərk edir. Buradan zərbə olacaq. Müştabadan uzun ötürmə, top birbaşa meydanı tərk etdi. Buradan zərbə ilə top oyuna indi daxil edildi. Qaydalar çərçivəsində Emil. Emildən uzun ötürmə, onun ötürməsi də dəqiq alınmadı. Bu dəfə Gesson komandası qapıdan zərbə ilə top oyuna daxil etdi. Əli Nəsiri. Out sağcaqdan Gesson komandasınındır. Blok gəlmişdi indi. Top kimdə qalır bax, sahildə qaldı. Mustafa'dan uzun ötürmə. Ümid topu istədiyi kimi rəqabət edə bilmir. Top indi qapısında qaldı. Qalkiper Azaddan uzun ötürmə. İkili mübarizə Rüstəm. Topu meydandan çıxartma bacardı. Altın niyetidir Turan. İlkin yenidən Turan. Komandası 2 o müəllifidir Turan. Top ikisi gəldi ondan. Təzyiq göstərir rəqibinə. Top azada qədər gəlib çatdı. Turan solcuda oynadı. Bu qarşı ötürmə son anda Rüstəm qarşıladı. Müdafiədə bu zərbədə dəqiq alınmır. Oxudan zərbə ilə top oyuna daxil ediləcək Gesson komandasında. Uzun ötürmə gəldi Qalkiperdən Sahil qarşıladı. Sahil. Ötürməsi dəqiq alınmır top. İlkində qalmışdı. İkinin zərbəsinə blok gəldi Rüstəmdən. Top elə Rüstəmin özündə də hazırda. Rüstəm yerdə qalır, oyun davam edir. Rakib avantaja buraxdı top. Gesson komandasında olduğu üçün. İndi qazanır topu. Kreativ komandası Naib kapitan. Kesə bilmədim Mustafa'nı. Mustafa müdafiədə inanlı təsir bağışlıyor. İrəli ötürmə. Əli Nəsiri zərbəsi Qalkiper. Təkrar zərbə mümkün olmadı. Təkrar zərbə üçün fürsət yaranmışdı, amma mümkün olmadı bu zərbə. Solcana Turan var. Turan Rüstəm bu dəfə. Kəssi rəqibinin qarşısına korner. Korner yeni yetirildi. Qapısı top uzalaşdırır. İlkinə qaldı. İki zərbəsi indirir top. Qapının üzərindən meydanı tərk etdi.
Oynayınca gələrsən. Buradan zərbə ilə dərhal top oyuna daxil edildi. Mustafa'dan uzun ötürmə top qapısı azala qədər gəlib çatdı. Ünvansız alındı bu ötürmə. Turan. İlerləmə mümkün olmadı. Əli Nəsiri. Nəsiri topu ayağından bir xeyli yerə bıraxdı və bu da top çıxışına səbəb oldu. Top indi yenidən Gerson komandasında da. Sahil. Gülməsi keçmədi. Gülməhəmməd girdi araya. Yerəlməyə çalışırdı. Mümkün olmur bu. Naib topu qazandı. Naib kapitan qapı qarşısına ötürməydi. Zərbə gəldi və gol! Bu dəfə İlkin fərqləndi. İlkin komandasının 4-cü qoluna imza atır. 6-4 edir hesabı bu qolla. Bir qədər də ümidlənir. Kreativ komandası. İkinci hissədə daha yaxşı təsir bağışlayan kreativ komandasıdır. Baxa görək, vaxt çatacaqmı? Comeback etməyə. 11 dəqiqə qalıb maçın bitiminə. 11 dəqiqədə 2 qol əlbəttə ki mümkündür. Yetərli qədər kifayət vaxtı. Emil. Naib oynuyor, Naib sol caha Turan. İki istiqamətlə ötürmə etmişdi amma bu ötürmə biraz sürətli alındı. Top meydanı tərk etdi. Kapitan zərbə ilə İlkin top oyuna daxil edir. İşmə ötürməsi dəqiq alınmadı. Əllə oyun tənita. Şimdi zərmə zərbəsi yerinə yetirilir indi. Gerson komandası. Pit səsləndi. Əşbər rəqibin keçməyi bazardı. Solca ötürməsi Mustafa istiqamətində. Mustafa da bu səliqəsiz ram etdi və bu da top çıxışa səbəb oldu. Emil uzun ötürmə. Əli Nəsiri müdafiədə qarşıladı. Abdullah qaldı top. Abdullah irəliyə doğru ötürmə İsmət istiqamətində müdafiədə Əli Nəsiri inamlı təsir bağışlayır. Topu uzaqlaşdırdı. Out. İlkin indi out'u yerinə yetirir. Abdullah oynadı. Abdullah yenidən İlkin. Əli Nəsiri qarşılayır. İrəliyə ötürmə Murtaza. Qaptı üst bölüzü. Aşırma zərbəsi düşündü yenə amma bu dəfə top səsivəyə daxil olmadı. Kaptan zərbə ilə topuna daxil edildi. Emil. Emil ötürməsi keçmədi. Top indi Murtaza'da Sağzata. Murtaza! Bu zərbəsi səsivədən aralı keçdi. Kaptan zərbə ilə artıq topuna daxil edilib İlkin. Mustafa Gerson qarşısını İlkin Abdullah oynadı. Orxanı qaldı top Orxan. Yerə götürmə, ara oturması keçmədi. Söndür Azər, əli götürdü. Yerdə qaldı bu epizodda Mustafa. Şimdi davam deyir. Kapitan zərbə ilə topuna daxil edildi. Bu ölçümədə səhvə yol verdi Abdullah. Abdullah özü blok qoydu Ümidin bu zərbəsinə. Anlaşılmazlıq yaşandı Gülməhəmməd və İlkin arasında. Bu da top tiksinə səbəb olmuşdu ki out qaydalar çərçivəsində yerinə yetirilmədi. Hərəkətdə yerinə yetirildiyi üçün out'u kreativ komandası yerinə yetirdi amma eli boş qayıtdılar bu hücumdan. İlkin kapitan zərbə ilə topu oyuna daxil etdi. 9 zərbə gəldi Abdullah'dan. Bu zərbəsi çərçivədən aralı keçdi. İrəliyə ötürmə Murtaza. Zərbəsi və gol! Murtaza! Həktirik edir Gerson komandasının forverdi. Bu fürsətdən də maksimum yararlandı. Kreativ komandasının qapısına yol tapmağı bazardı bu epizodda da. 3-2. Daha doğrusu 3-cü qoluna imza attı və
7-4 oldu hesab bu qolla. Kreativ komandasının ümidləri bir qədər azaldı bu qoldan sonra. Təbii ki. Bu qarşı ötürmə və Ümidin qolu. Bu da Ümidin qoludur. Karyerasında bəlkə də ən rahat qollardan birinə imza atdı. Əkbər ona aldı, at dedi. O da geri çevirmir bu hədiyyəni. Sadəcə topa toxunmaq qaldı Ümidə. Ümid topu oyunu saxlama bazar. Ümid zərbəsini indirdi bu dəfə. Ümid Toryandan sirkələdi. Uzun ötürmə müdafiədə qarşılandı. İlənmə mümkün olmadı. Əkbərdə qaldı top Əkbər. Bir rəqibi gerdə qoyur. Ötürməsi edir Ümidə. Ümid zərbəsi indir və gol! Dubl edir. Ümid də dubl edir. Ard-arda qollar izlədi Ümiddən. Ümid qolunu vurur və meydanı tərk edir. Alqışlar arasında Ümid meydanı tərk etdi. 9-4 oldu hesab artıq. 6-4'ten sonra bir anda 3 gola imza attı Yeston komandası. Bu da hesab fərqinin bir qədər asılmasına səbəb olur. Bir xeyli asılmasına səbəb olur daha doğrusu. Samir top rəqibdə meydanı tərk etdi. Korner Yeston komandasının da. Ucu qapı qarşı ötürməyə top qapıcı azadda qalır. Bu ötürmə qeyri-dəqiq alındı. Qapıdan zərbə ilə top oyuna daxil edilir indi. Yerdə ötürməyə Samir topu Murtaza üçün saxladı. Murtaza oyunda hat-trick edən tək isimdir. Murtaza. Əkbər zərbəsi ündür, qüvvətli zərbə öz komanda yoldaşına. Murtazaya tuş gəldi. Sanki bu epizodda Murtaza kreativ komandasının müdafiəçisi kimi çıxış etdi. İstəməyəcək də olsa bu zərbəyə blok qoydu. İsmət. Top özündədir İsmətin. İrələnmək mümkün olmadı. Murtaza. Əşbər uzun məsafədən zərbəsinə blok gəlir. İndi Murtaza. Bu zərbəsi dəqiq alınmadı. Murtaza təzyiq göstərdi. Murtaza! Dirək! Samir'in bu zərbəsi də dəqiq alınmadı. Samir də qol vuranlar siyasına öz adını yazdıra bilərdi, amma zərbəsi istədiyi kimi alınmadı. Altı yönetildi artıq. Yenidən out. Sağlıqdan ötürmə Abdullah zərbəsinə blok gəldi Müstabadan. Sağlıqdan atılan indi meydana rəqibi aydın onun səsindən out. Yeni esildi Emil. Turan oynadı. Turan tək sağ zərbəsi indirdi. Bu zərbəsi dəqiq alınmır. Hakimin də final fiti səsləndi. Maç başa çatır. Yeston komandası 9-4 hesabı ilə qələbə qazandı. Təbrik edirik Yeston komandasını. Növbəti oyunlarda hər iki komandaya da uğurlar arzulayırıq. Biz də röportajını burada yekunlaşdırırıq. Növbəti maçlarda, növbəti oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.